İşğaldan azad edilmiş torpaqlarımıza həyat qayıdır. Öz doğma yurdlarına qayıdan vətəndaşlarımız dost xidmətləri ilə də əhatə olunub. Qarabağ Regional Dost Mərkəzində məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin sosial hüquqi, sosial məişət xidmətləri, ümumilikdə 161 adda xidmət göstərilir. 7 avqust 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı baş tutan mərkəzdə fəaliyyəti dövründə 170 minə yaxın şəxs dost xidmətlərindən yararlanıb. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 99%-dən yüksəkdir. Bundan əlavə, burada Qarabağ Peşə Hazırlığı Mərkəzində 7 emalatxana, 8 sinif və təlim otağı vətəndaşlarımızın xidmətindədir. ...2024-cü ildə mərkəzin Şuşa filialı fəaliyyətə başladı. İndi artıq Şuşada da vətəndaşlarımız bir pəncərə prinsipi ilə təqdim edilən dövlət sosial xidmətlərindən rahatlıqla yararlana bilirlər. Fəaliyyəti dövründə filialda 1500-ə yaxın vətəndaşımıza xidmət göstərilib. 3 ildən çoxdur ki, Zəngilan rayonunun Ağalı kəndində ölkənin ilk Smart Dost məntəqəsi fəaliyyət göstərir. Burada vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində xidmətlərdən şəffaf və rahat şəkildə faydalana bilir. Məntəqədə xidmətlər onlayn qəbul sistemi vasitəsilə virtual olaraq göstərilir. Vətəndaş video görüntü bağlantısı ilə dost mərkəzlərinin sosial agentliklə əlaqə quraraq müraciət edəcək və müraciəti yerindəcə həll edəcək. Növbəti mühüm addım Kəlbəcər Dost məntəqəsinin açılışı oldu. Burada gün ərzində 120-yədək vətəndaşın qəbulu mümkündür. Xidmətlər müasir, şəffaf və çevik mexanizmlərlə göstərilir. Məqsədimiz harda yaşamasından asılı olmayaraq, hər bir vətəndaşımızın sosial xidmətlərə maksimum rahat çıxışını təmin etməkdir. Bugün Dost, işğaldan azad olunan torpaqlarımızın dirçəlişinə xidmət edən ən mühüm sosial layihələrdən biridir. Burada yollar çəkilir, evlər tikilir, infrastruktur qurulur. Amma ən böyük nailiyyət doğma torpaqlarına qayıdan insanların üzündəki təbəssümdür. Dost, bu torpaqlara təkcə xidmət deyil, həm də sabaha inam gətirir.